var. Bəli, mən onları da günahkar hesab edirəm, ağılsız hesab edirəm. Müjgan ayrılıqda çox mükəmməl bir manipulyatordur. Gözəl aktyorluq qabiliyyəti var. Hətta elə ki, baxın, bəzi filmlər olur ki, orada filmin baş qəhrəmanı elə yalandan ağlayır, amma rol üçün ağlayır. Amma elə gözəl ağlayır ki, bir də görürsən ki, istər-istəməz sənin gözündən yaş gedir onun ağlamağına. Mən hərdən baxıram buna, özlüyümdə deyirəm ki, çox nadir hallarda çıxır. Özlüyümdə deyirəm ki, bu qız əməlli başlı filmə çəkilsəydi, o bəlkə də Oscar mükafatı alıb qırmızı xalıda yerimişdi. Hər formaya düşə bilir bu xanım. Düzdür. Hər Siz bir bunu forma. görmüsünüz, mənə izləyicilər qayda atıblar. And ola Allaha, ölmüşəm gülməkdən. Deməli, buna polisdən zəng gəlir, şöbəyə dəvət olunur. Ay Allah ya, qurban olum. Keç günahımdan. Vallah mən sevinmirəm. Əslində sevinmirəm. Sadəcə acıyıram ona, amma bir tərəfdən də tədbir görülməsində tərəfdarıyam ki, dərs olsun bir çoxlarına. Amma bir insan olaraq qəlbimin dərinliyində Allah şahidimdir ki, niyyətim o yöndə deyil ki, bir qadın barmaqlıqlar arxasında olsun. Nəyə gətirirəm? Deməli, durub orada 100% ki, rəhmətli Heydər Əliyevin şəkli var, divarda onu asıb. Bu da yəqin ki, onun bir şeylərindən biridir. Nə deyirlər o? Bəli, variant. Manipulyasiya. Manipulyasiya. Hə. Və deməli, durub ayağı deyir ki, mən deyir, həmişə deyir, Heydər babanı özümə baba bilmişəm. Mən deyir, bugünkü gündə gedirəm tez-tez Zərifə ananın qəbrinə, babanın qəbrinə ziyarət eləyirəm. Və gözünün yaşını bilsiz necə tökür orada. Yəni, o qorxunun göz yaşları idi. Qorxudan irəli gələn göz yaşları idi. Cəmaət sual verir, deyir ki, niyə ağlayırsan? Deyir ki, heç nə hava istedi onu görək. Ay ola, ondansa denən ki, sən durub nə Heydər babanı daxil edirsən söhbətə, onu necə sevirsən filan bəşməkən. Sən ondansa denən ki, ay Azərbaycan xalqı, özdə həmin vaxtda 2400 adam deyəsən izləyirmiş onu, çünki orada elə bir söz işlədir. Deyir ki, denən ki, xahiş edirəm, bax, qayd edin, bəli, mən peşmanam, mən etmişəm, siz etməyin. Bəli. Elə deyin də, denən ki, bəli, səhv eləmişəm, məni söydülər, mən də söydüm, amma dozumu qaçırtdım. Mən çox üzr istəyirəm ki, kimlərsə bu sözlərimi eşitmə məcburiyyətində qaldı. Bunu desəydi, inanın Leyla xanım, mənim ürəyimin yağı əriyərdi. O an kinim də ona itərdi. Fikirləşərdim ki, insan ən azından üzr istəməyi bacarır. Bu gözəl bir şeydir. Misal üçün, Səidə Bəkir qızı çıxır 1000 dənə hoqqa verir, sabah deyir ki, mən elə söz deməmişəm. Mən dediyim sözləri kontekstdən çıxardıblar. Üzr istəməyi bacarmır insan. Mən elə insanlara hörmət etmirəm. Mənim səhvim olsa, inanın səmimiyyətimə ki, heç vaxt düşünmərəm ki, millət məni yıxıb sürüyəcək, çıxıb üzr istəməyi də bacararam. Mən bugünkü gündə adicə vətəndaş olaraq bəzi məsələlərdə, belə deyək də, gileylənsəm də dövlət qurumlarımdan, nə bilim, indi bəzən olub ki, polisdən də gileylənmişəm. Amma adamın üstündə Allah var. Həmişə də yaxşı polislərimi təşəkkür etməyi də bacarmışam. Məsəl üçün, mən onların peşə bayramında həmişə deyirəm ki, başda cənab Vilayət Eyvazov olmaqla yaxşı polislərimi təbrik edirəm. Yaxşı, şərəfi ilə, ləyaqəti ilə vəzifəsini icra edən polislər. Amma hər sahənin pisi də var da, düzdürmü? Qurban olum. Polislərin adına ləkə olanlar da var. İndi mən durub onların qabağında əyilə bilmərəm, əzilmərəm də, əzdirmərəm də özümü. Amma yaxşılıq görəndə də, xalqın xeyrinə də, yəni, mən həmişə təşəkkür də etmişəm. O zaman belə çıxır ki, mən yaltaqam. Yox. Niyə biz ancaq yıxıb sürməyə etməliyik ki, bəzən təşəkkür etməyə də bacarmalıdır insan, bəzən səhvləri olanda üzr istəməyə də bacarmalıdır insan. Bizi insan edən budur da. Səhv deyirəm. Yox, çox haqlısınız və üzr istəmək üçün, Sevinç xanım, ya çox ağıllı olmalısan, ya da ki, doğrudan içinə peşmançılıq gəlməlidir. Əgər insanın çox ağıllı deyilsə və yaxud həqiqətən içinə peşmançılıq gəlməyibsə, nətər üzr istəsin? Hansı hisslərin altında üzr istəsin? O an onun ağlına, yəni ya ağıl yüksək olmalıdır, yüksək deyil. O an onun ağlına yazıqlanmaq gəlir. Və yaxud özünü haqqa çıxartmaq, düzə çıxartmaq. Qaldı ki, digər xanım haqqında, nə bilim, bax, belə bir söz deyəcəm, mən jurnalist qızı olmuşam və jurnalist anasıyam, özdə beynəlxalq jurnalist anasıyam, bilirsiniz.
yanılmıramsa. Danışır. Yəni mən sadəcə bəzi jurnalistlərə, onların toxunduğu məsələlərə və onların leksikonuna baxanda bəzi yerlərdə utanıram deməyə ki, mən jurnalist anasıyam. Elə bilirəm ki, xalq, çünki bu günləri xalq oturub orada Orxan Amaşovu və yaxud digərlərini, Qulu müəllimi dinləmir. Efirdə TikTok platformasında, sosial şəbəkədəki jurnalistlərin bir çoxunu dinləyir də, belə deyil və beynində jurnalist haqqında bu formalaşıbdır. Ona görə sadə cəmaatın içində utanıram onu deməyə. Deyirəm, elə biləcəklər ki, o da belədir. Ona görə deyirəm, hə, müəllim belə. Yəni, olmaz insan öz peşəsinin qırmızı xətlərini keçməməlidir. Nə peşəsi olur olsun, istəyirsən psixoloqsansa, mənim peşəm psixoloqdur. Psixoloqsan, onun qırmızı xətləri var, jurnalistsən, onun qırmızı xətləri var, müəlliməsən, onun qırmızı... Yəni, hər bir peşənin etik normalarına riayət etmək sənin borcundur. Məcburdur hamının qulağını burub, sözə qulaq asan öz intizamlı eləsinlər. Bir də bir insanın öz vicdanı var, öz peşəsinə hörməti var, öz şəxsiyyətinə, öz ailəsinə, öz tərbiyəsinə hörməti olmalıdır axı. Hər bir insan davrananda mən həmişə bir söz deyirəm. İstər kişi, istər qadın. Davranışından ilk növbədə tərbiyə verənini tərənnüm eləyir. İstənilən bir insana, hətta bir psixoloq kimi də olsa, baxan kimi bilirəm ki, nətər bir ailədən çıxıb, hansı ananın tərbiyəsindən çıxıbdır. Doğrudur. Boş yerdə demirlər axı ki, hər insan öz ailəsinin, valideynlərinin güzgüsüdür. Bəzən mən onunla razılaşmıram, bəzən. Çünki mən düşünürəm ki, yaxşı nümunələri az deyil, istisna hallar az deyil. Həqiqətən, məsəl üçün görürsən ki, narkoman atanın, qumarbaz atanın, bir də görürsünüz ki, çox savadlı qızı, nə bilim, oğlu olur ki, həqiqətən də xalqa faydalı bir fərd olaraq yetişdirir özünü. Nə olsun ki, atadan tərbiyə görmür. Var elələri, amma bir də görürsünüz ki, biri burada yazır ki, tutmayıblar axı Müjganı, yalan məlumat vermək. Sən kimsən ümumiyyətlə? Bir dənə bizə dinən. Sən də qoşum canlıya. Dinən ki, mən filan kəsəm. Hə, Müjgan bu dəqiqə evində oturub çayını içir. Biz də sənin belə pis çıxmasın, razılaşaq deyək ki, yəqin ki, bir insanın bildiyi var. Kimsən bir dənə mənə deyib, tutmayıblarsa, mən o tutulana qədər əlləşəcəm. Yaxşı, yaxınısansa, anasısansa, bacısısansa, nə bilim, rəfiqəsisənsə, mən də bunu kişi qızı kimi sənə, bax, burada 1700 nəfərin içində söz verirəm ki, o tutulmayana qədər, o xalqın gözünün qabağında cəza almayana qədər, ona qarşı Azərbaycan polisi tərəfindən tədbir görülməyənə qədər, mən bu məsələni lazım olsa dövlət başçısına belə səslənib səsimi duyuracam. Sonra, bax, sən hal-hazırda məni qıcıqlandırırsan şəxsən. Tədbir görülməlidir. Vəssalam. Tutulmayıbsa tutulana qədər əlləşərik. Nə problemdir ki? Necə olur ki, şairə İlhamə adlı qadın var da, hamımız tanıyırıq onu. İlhamə siz də görərsiniz. Azər Zahidin verilişində bir dəfə həddini aşan bir-iki cümlə dediyi ki, indi təkrarlamaq istəmirəm. O sözünə görə o qadını basdılar içəri və hələ də içəridədir. Hələ də içəridədir. Düz də etdilər, demirəm səhv etdilər, düz elədilər. Sən o boyda kütləmiz, o verilişi çox adam izləyirdi də. Nə olsun ki, TikTok platformasının verilişi idi. Amma ki, nə bilim, bir 20 min, 30 min adam izləyirdi. Həmin vaxtı, onun dediyi ifadəyə görə, həmin İlhamə içəridədir. Düzdürmü, qadın alım? Niyə ona qarşı tədbir görülür? Hansısa bir dənə gəncə praşmaq... Nəysə. Nəysə. Sakit ol, Sevinç. Sakit ol, Sevinç. Sakit ol. Sevinç, sakit ol. Hə. Gəncəlilərin adını belə batırır o qadın. Mənə bilsiz nə qədər mesaj yazıblar Gəncədən. Atası deyir Müjgan Gəncəlidir. Bəli. Müjgan Gəncəlidir. Bəli. Hə, mən bilmirdim. Hə. Mənə məsəl yazanlar olub ki, o ana bala indi cəmaatın yazdığını deyirəm də, onların iddiasıdır. Mən durub o barədə əmin şəkildə danışa bilmərəm, axı gözümlə görmədiyim şeyin şairi deyiləmsə. Yazırlar ki, ana-bala ikisi də, nə bilim, o kişinin başını yedilər, kişi bu dəqiqə qalıb moykalarda yata-yata, çöllərdə yata-yata. Nə bilim, mən də o insan haqqında heç bir fikir bildirmək istəmirəm.
o barədə. Yəni Gəncədə onu kifayət qədər tanıyırlar. Tanıyırlar ki, onu mənə yazıblar. Yəni mən bir deyil, 10 deyil mesaj o qədər yazıblar ki. Yenə deyirəm. Ümid eləyirəm və Bunlar güvənirəm ki, Bəli. Bax indi mən bunu skrin eləyirəm. Yazmısan, tutmayıblar axı Müşkanı, yalan məlumat vermə. Bir dəqiqə dayan. Bunu skrin elədim. Vəsə, bomba kimi tutmayıblar. Mən bu Nə oldu? Hə, mən bu barədə sabahları bir paylaşım eləyərəm. %100 ki, Daxili İşlər Nazirliyinin mətbuat katibi bu barədə bir məlumat verməlidir. Deyirsən, polisi işləyirsən. Kaş ki, polisi işləyən olaydım. Sizin fikirləşdiyiniz kimi. Kaş ki. bax, Mən xalqa işləyirəm. Mən bir xalqa işləyirəm. Yaxşı insanlara işləyirəm. Lazım olsa polisə də işləyərəm. Əgər bu xalqın xeyrinədirsə. Bu qədər. Bundan artıq nə deyim? Xalqın xeyrinə olan bir şey üçün lazım olsa, bəli, bax, belə paylaşımlar edərək polisə də işləyərəm. Sonra adam görün necə özündən çıxardılar. Sevinç xanım, görün, baxın, dünyanın inkişaf eləmiş ölkələrində qonşuda belə səs ucalanda ki, bir hadisə baş verir, arvadı döyür və yaxud nə, insanlar vicdan borcu bilirlər ki, polisə xəbər eləsinlər. Görün bizim xalqın beynində nə formalaşdırıblar. Əgər sən kiminsə təhlükəsizliyini qoruyursansa və yaxud asayişi qorumaq üçün və yaxud cəmiyyətdə məişət əxlaqını qorumaq üçün polisə müraciət eləyirsənsə, səni polisə işləyən adlandırıb, yəni bildiniz də iş verən kimi adlandırırlar. Mənim üçün heç bir problem yoxdur. Ayıra bilmirlər ki, iş verən kimə deyilir. Bax, 2-3 gün öncə bir nəfər mənə yazdı ki, Leyla xanım, sürücümdür, dedi Leyla xanım, yolda bir adam götürdüm taksiyə. Mənə dedi ki, çatdır məni xəstəxanaya. Xəstəxanaya deyir, çatdım. Dedi, nə olar gözləyin məni geri aparmağa. Geri gətirdim onu deyir. Bir qədər keçdi üstündən polisdən zəng gəldi mənə ki, bəs səndən şikayət var. Xanım deyir, mənə əl-qol atıb. Söhbətə baxın bir dənə. Nəysə getdim, polisə başa saldım. Dedim, bax gəlin, əlimdən, qolumdan 1 saat keçib də üstündən ekspertiz eləyin. Dəri, insan dərisi bilirsiniz də, 1 dəqiqədə nə qədər dəri tökülür insandan. Baxın, görün bir dənə onun əlinin izi nəyisə var məndə. Polis deyib, qardaş, ged evvə, sağ olsun vicdanlı polislərimiz, deyib çıx ged evvə. Polisə işləyən buna deyirlər, şərxata. Amma bir insan asayişi qorumaq üçün, kimlərinsə hüququnu qorumaq üçün, məişət əxlaqını qorumaq üçün polisə müraciət edirsə, bu şərəfli və vicdanlı vətəndaşdır deməkdir. Polisə işləyən yox. Kim nə istəyir düşünməkdə, necə deyərlər, sərbəstdir, özü bilər. Kim nə istəyir onu da fikirləşsin. Haqqımda yazan yazır ki, qadın düşmənidir. Olsun, mən qadın düşməniyəm. Əgər elə fikirləşirsinizsə, Allah hamının ürəyinə görə versin. Allah, mən burada nə qədər də desəm ki, mən yox beləyəm, mən beləyəm, onsuz da Allah görür mən kiməm də. Allah mənim ürəyimə görə versin. Mən başqa heç bir şey istəmirəm. Kimisə alqışı da mənə lazım deyil ki, mən deyim ki, alqış üçün eləyirəm bunları. Misal üçün, həyatım boyu, bax, burada platformada olduğum müddətcə həmişə doğrudan da nəyə nəzarət eləməyə çalışmışam? Kommentariyalara. İstər mənə yazılan, istər kimlərsə haqqında yazılanlara. Bekarçılıq olanda, misal üçün, kayıtlar çıxanda qabağıma oxuyurdum. Gördüm ki, xalq bezib bunun əlindən. Ona görə də bu məsələni ictimailəşdirdim. Yaxşı elədim. Əgər buna görə mənim adım qadın düşməni olacaqsa, problem yoxdur. Arzumla bağlı dürüst fikirlərimi bildirirəmsə, mən qadın düşməniyəmsə, olsun qadın düşməniyəm. Amma mən ən azından arzuma verilən cəzaya görə sevinmədim. Mən çox istəyirəm ki, o qız getsin, uşaqlarına qovursun. Çox istəyirəm bunu. Bax, tək balamın əziz canına and olsun. 1000 dənə arzum kimlər qurban olsun mənim balama da, sizin balalarınıza da. Niyə and içim ki mən? Amma bunu belə deyirəm ki, inanasınız ki, mən dürüstəm o barədə. Mən çox istəyirəm ki, o getsin, öz 4 balasına qovursun. O qız yetərincə stres yaşadı, yetərincə dərsini aldı. Çox istəyirəm. Amma bir şey nəzərə alaq ki, qurban olum sizə. Biz hər birimiz valideynik. Əgər burada valideyn olmayanlar varsa, bir gün mənim nə demək istədiyimi anlayacaqlar. Allah balalarımızı şərdan, böhtandan, qəzadan qorusun. Sabahlarım, çox sağ olun, Emin xanları var olasınız. Mən də sizləri çox istəyirəm.
Hər birinizi, gözəl rəy yazan hər kəsi. Belə deyim də sizə, o valideynlərə başa düşməliyik də məncə Leyla xanım, düzdürmü? Elə. Haradasa onlara haqq qazandırmaq olar, bir valideyn olaraq. Onların aqressiyasını da gözəl anlayıram. Arzum təzə-təzə bu söhbət başlayanda yekə-yekə danışırdı ki, mənimlə məhkəmədə söhbət eləyir. Mən niyə üzr istəməliyim? Mən niyə belə? Mən niyə elə? Amma bugünkü gündə yol hərəkəti qaydaları üzrə ekspertlər o videonu incələyəndə və belə deyək də, sübut edəndə ki, onda da günah var, insanlar bunu düzgün anlamaq istəmirlər, qəbul etmək istəmirlər. Mən sizin sevginizi gözəl başa düşürəm. Allah göstərməsin, sabah mənim də başıma gəlsə, eyni hadisə məsəl üçün, siz məndə də bəlkə də onu qəbul etməyəcəksiniz, amma halbuki məndə də olur o səhv. Bax, dəfələrlə olub ki, tam səmimi etiraf eləyirəm, fikrim qarışıb uşağa, məsəl üçün, çönüb arxaya baxan zaman, misal üçün, anidən qabağıma kimsə çıxıb, saniyə söhbətidir də yol qəzasının baş verməsi, düzdürmü? Saniyə. Ona görə də diqqətli olmaq lazımdır, həqiqətən də. Ölüm qaşla göz arasındadır. Biz bunu nə qədər də qəbul etməsək də. Mən yaxşı sürücüyəm deyib lovğalansaq da, xeyr, bizim heç birimiz yaxşı sürücü deyilik. İstəyirsən pulla al o pravanı, istəyirsən, nə bilim, özün imtahan ver. Bizim heç birimiz %100 yaxşı sürücü ola bilmərik. Mümkün deyil. İlla ki, bir yerdə hansısa qaydaya riayət etməsək, biz orada elə oluruq pis sürücü. Mən əsasən o şeyi izləmişəm, o qaydın təqdim olunduğu versiyanı yox. Orijinal qaydını izləmişəm Leyla xanım. Orada bilirsiniz nə edirlər? Biraz yüngülvari, Arzumun maşını sürdüyü yeri yavaş o skoristi qoyurlar. Sanki yavaş-yavaş sürüb. Dalınca axı amal daha sürətli gəldiyi üçün istər-istəməz o sürət bilinir də. Amma Arzum göy yavaş sürür. Orijinal versiyasında isə ikisi də eyni sürətlə demək olar ki, gəlirlər. Sadəcə Arzumunki biraz aşağıdır. Aşağı sürətli. Və reski dayanır, 100% ki dönmə yerini görür, reski dayanır, dönmək istəyir, artıq o manevr olur da, yəni belə deyək də, o birisi sürücüyə qəza şəraiti olur. Yenə deyirəm, Allah balalarına qovuştursun onu, inşallah qapısını açsın, inşallah ki, gözəl xəbərlər alaq ayın 31-i. Qurban olun, burada yazmayın da ki, burada səhvsən. Mən səhv deyirəm. Kifayət qədər sübut təqdim olunub. Bir də deyirəm, ekspertlər tərəfindən. Amma bağlayaq söhbəti. Mən də razıyam ki, bağlayaq. Mən də çox istəyirəm ki, o insan azadlığa çıxsın. Getsin balalarına qovuşsun. Var bu haqda bir söz deyim Sevinç xanım. Mən sizinlə razıyam. Baxın, mən də öz kontentimdə demişdim ki, nə mənada razıyam. Dedim ki, maşının ucunu, burnunu burdu. Yəni bunu sürücülər bilir ki, düzdür, arxaya cavabdeh olmasan da tövsiyə olunur ki, dönməmiş baxasan arxaya. Çünki amma burada bir dənə nüans var. 5 il 2 ay bu iş üçün çox böyük müddətdir. Niyə görə? 100% razıyam sizlə. Tamamilə. O ədalətsiz qərardır. Amalda sürət həddi o qədər olmasaydı, bu qəza ölümlə nəticələnməyəcəkdi. Yəni ölümün qəzanın səbəbkarı Arzum ola bilər. Ölümün səbəbkarı amalın sürətidir. 100%. Amma bir şey var da Leyla xanım. Biz neyə bilərik ki, onun valideynləri bağışlasın, bilmirəm bağışlasın. Valla girdilər ortaya, 1000 dənə artistlik eləyənlər gördük. Mən alqışlamıram elələrini. Elə artistlik eləyənlərdən biri özü hal-hazırda ölkədən qaçıb gedib dələduzluq ucbatından, özünüz bilirsiniz, ad çəkmək istəmirəm. Mənim düşmənlərim kifayət qədərdir, onu da düşmən qazanmayım özümə. Nəysə, yəni, nəyə demək istəyirəm? Orada valideynlərə sadəcə və sadəcə balalara xatir Allah ancaq mərhəmət versin. Başqa da heç bir şey. Sizin mənim əlimizdən heç bir şey gəlmir. Sizin uşaq, 4 dənə balası var. Valla çox çətin şeydir. Bir şey də deyəcəm sizə. Bayaq bir şey yazdım. Bilmirəm yeridir.
deyil bunu deməyin. Mən bayaqki o mövzunu, yəni mən kiminsə kontentinə və yaxud kiminsə üzərinə sizin diqqətinizi çəkmək üçün demirdim. Bayaq Sevinç xanım bir nəfərin adını çəkdim, indi çəkmək istəmirəm. Sadəcə bir kontentə rast gəldim. Mən feministləri hicablı qadınlarla mübarizə aparmağa çağırıram. Ondansa baxın ha cümləyə. Siz əgər feministlər Talih Yüzbəyevlə bağlı paylaşanda, onun ardınca bunu feministlər siz əgər mübarizə aparmaq istəyirsinizsə, qadın azadlığını qazanmaq istəyir. Görün necə tonki namök deyirlər, incə bir xətlə. İstəyirəm Leyla xanım, çox üzr istəyirəm, nə olur unutmayın sözünüzü. Siz niyə əmr eləyirsiniz ki, burada söhbəti bağlayaq yoxsa bağlamayaq? Sizdən icazə alacaq, qurban olun biz söz danışanda. Siz kimsiniz ki, siz bizə burada nəyi edib, nəyi etməyəcəyimizə yol göstərirsiniz? Həddinizi bilin də, xahiş edirəm. Biz burada heç kimin pisliyindən danışmırıq, fikrimizi bildiririk. Heç kimi də qınamırıq, nə də sevinmirik. Fikir bildiririk. Siz də həddinizi bilin. İstəyirsiniz dinləyin, istəyirsiniz dinləməyin. Kefdirlər bunlar. Sonra da kimsə bunlara təhqir eləyəndə başlayırlar bizləri günahlandırırlar. Yaxşı eləyirəm, fikir bildirirəm. Sən kimsən? Sən qotumuna kimsən ki, sən mənə burada nəyisə müdaxilə eləyirsən? Mən ictimai fəalam. Ürəyim istəyən hər bir şeyi müzakirə eləyə bilərəm öz səhifəmdə. Sən isə istəyərsən izləyərsən, istəyərsən izləmərsən. Mən səndən icazə almayacağım. Kefdirləri bunlar. Biz normal fikir bildiririk burada. Siz küt beyinsiz, quş beyinsizsə bizə heç bir aidiyyatı yoxdur bunun. Yaxşılardan iraq. 2100 nəfərin hamısını şamil etmirəm bu sözləri. Sadəcə belə oxuyuram bayaqdan çatı. Söhbəti bağlayın, söhbəti mundaram. Gözlə bir dəqiqə sən blokluyum. Bəli, mən səninlə razıyam ki, mən mundaram ki, mən sənin kimisini ümumiyyətlə bayaqdan blok atım. Burada heç onu pisləyən də olmadı. Sən gəzirsən ki, mən də səndən bu rəyi oxuyum. Kim artıq nəysə yazsa blok atacam, gedəcək. Ağzımda bayaqdan dua eləyirəm. Bu boyda dua eləyirəm ki, Allah onun balasını qovuştursun. Onu eşitmirlər kar qulaqlar. Sərf eləyən şeyi eşitirlər. Bağlayın söhbət var. Niyə bağlayıram? Yaxşı eləyirəm. İki mədəni xanım kimi burada söhbət eləyirik. Biz məhkəmə deyilik. Bəs siz məhkəməsiz, siz hakimsiz, siz hakimin ədalətsizliyini ictimailəşdirib ağzınıza gələni yazanda, bəs siz düzgün hərəkət edirsiniz ki, siz nabarat o qıza düşmənsiz, mən yox, siz düşmənsiz. Siz nə qədər bax belə negativ rəylər yazacaqsınız ki, qaydalar sərtdir, qanunları düzgün icra etmirlər filan beşməkən, siz o qıza daha çox iş verdirəcəksiniz. Bax, mən sizə bu sözü deyirəm buradan. Yadınızdan çıxartmayın onu. Qulağınıza sırğı eləyin. Siz o qıza düşmən olursunuz. Mən o qızı bəyənmirəm. Məcbur deyiləm bəyənməyə. O da məni bəyənməyə bilər. O da məcbur deyil məni bəyənməyə. Və mən bu günlərim bayaqdan and içmişəm. Qurban olun elə mənim balama. Mən bayaqdan balamın canına and içirəm ki, sidq ürəkdən arzuluyuram ki, 4 balasına getsin qovuşsun. Yalan deyənin balası ölsün. Amma mənim haqqıma girməyin ha buradan. Xahiş edirəm. Biz fikir bildiririk. Bəli, bura mənim səhifəmdir. Biz söhbət edirik burada. Yaxşını eşitmirsiniz, ancaq nəysə səhvdir, orada da onun da bir günahı var deyəndə biz pis oluruq. Bəsdirin, negativ saçmayın. Gəlin normal danışaq. Bəyənmirsən, niyə danışsınız ondan? Yaxşı eləyirəm. Sən bəyənmirsən, mən niyə izləyirsən bu dəqiqə? İzləmə də məni. Buyurun, Leyla xanım. Bax, mən sizlə bayaqdan üzr istəyirəm, sözünüzü kəsdim. Siz məndən böyüksüz, çox dönə-dönə üzr istəyirəm. Bax, sizin dediyiniz mövzuda heç belə insanlar əl-ayağa düşmədilər ki, bizim dinimizi təhqir eləyirlər, hicabımızı təhqir eləyirlər, səydə kimlərə qarşı cəbhə almadınız, bax, elə sizin kimi 200-dülər. Sevinç xanım, 35 ildir hicabdayam. 35 ildir hicabdayam. Dövlət müəssisəsində də işləmişəm. Fəaliyyət də göstərirəm psixoloq kimi. Dövlətimə bir oğul tərbiyə eləyib vermişəm ki, bax, saat görün neçədir, o hələ iş başındadır. Hələ monitor arxasında iş başındadır. O cümlədən mənim bacım olsun, 30 ildir hicabdadır. Avropada təhsil alıb, Avropanın doktorantura, magistratura və Avropanın mühüm şirkətlərində işləyən digər oğlunu da Polşa Texniki Universiteti müəllim saxlayır indi. Yəni bu cür övlad tərbiyə eləmişik. Mən hicablının bu cəmiyyətə ziyanı
nədir? Heç bir əxlaqi normaları pozmuram. Nitqimdə heç bir təhqirə yol vermirəm. Hətta üz mimikalarımı belə danışanda o qədər tənzimləyirəm ki, kiminsə qıcığına səbəb olmasın. Niyə görə mən bu günləri kimlərsə tərəfindən, hansısa bir psixoloq tərəfindən və yaxud jurnalist tərəfindən dırnaq arasında niyə linçlərə məruz qalmalıyam? Hansısa bir psixoloq çıxıb deməlidir ki, ay feministlər, əgər mübarizə aparmaq istəyirsinizsə Talih Yüzbəyevlə yox, hicablı qadınlarla mübarizə aparın. Onların hicablarını açdırın və bunu da gözəl açıq şəkildə bu əvvəla təxribat Konstitusiyanın 48-ci maddəsinin 2-ci bəndi. Kin, nifrət, birinci bəndində deyir ki, təbliğ eləyə bilərsən öz düşüncəvi, əqidəvi. İkinci bəndində deyir ki, amma dini, irqi, milli kimsəyə, heç bir dinə, əqidəyə qarşı kin, nifrət ritorikası və çağırış edə bilməzsən. Sən necə azad bunu eləyirsən? Səni dəfələrlə dövlət strukturları çağırır, yenə də rahat buraxırlar, çıxıb gedirsən, gəlirsən, bir də təhqir edirsən. Hətta bir dəfə də demişdi ki, əlində şərab olan qadınların yox, mən şərab içən qadına da normal baxıram, özü bilər, öz həyatıdır. Şərab içən qadınların yox, hicablı qadınlar... Öz ayağından asılıldığı kimi, hər kəs öz günahlarına görə özü cavab verəcək. Bəli. Şəxsi işi, günah mənə günah olar. Çünki mən əqidəm İslamdır. Onun əqidəsi İslam deyildi. Yəni ona günah yoxdur. O günah deyildi artıq. Onun üçün yaşam tərzi odur. İndi sonrasına ola bilər. Yəni hicablı qadınların böyütdüyü uşaqlar dünyanı dağıdacaqdır. Bəs hicablı şəhid anaları, bəs Mübariz İbrahimovu hicablı qadın tərbiyə eləyib. Xudayarı hicablı, bəs ayıbdır. Leytenant Abbasovun yoldaşı Sona xanımla hicablıdır. Savadlı